Hello qızlar, bugünkü axşam yeməyi üçün 3 gündən qalan qreçkanı yoldaşıma yedirməyi planlayıram ki, israf olmasın. Bunun üçün böğrünə nəsə ətimsi bir şeylər əlavə etməliyəm. Ona görə də nə gəldi? Kotleti hazırlayacağam. Beləliklə, ingredientlərdə məndə biraz sümüklü ət var və böğür başından biraz ət kəsib çəkəcəm. Əlavə olaraq keçən manqaldan qalan 3-5 mini ət və yağ qarışığı olan tikəni və şişə yerləşməyən 3 qalmış badımcanı qatacağam. Soğan və köhnə sarımsaqlar daxil və mamamın mənə cehiz adıyla verdiyi bu sınıq saltaq ət çəkəndə çəkməyi düşünürəm və bu maşını 3-cü dəfədir ki istifadə edirəm. Dəmir yeyilmiş şeyi mənə bəhbəhlə verən mamama eşq olsun. Burada görürsünüz ki, ət çəkən maşın biraz çəkir və başı əyilməyə başlayır və özünə dayanır. Dəmir-dəmirə sürtündüyü üçün belə qaramsı bir şey yaranır. Şişə kimi qız olduğum üçün qaçıb yuyub gəlirəm və cəhdlərimə davam edirəm. Bu əsnada 2 dəfə sönür. Uje dəmir ağızlığı tutmağa enerjim çatmadığı üçün beynim çönür və blenderda qalanını davam etməyə keçirəm və ət maşınına deyirəm ki, küssənin başına. Budur. Ürəyə getsə də bu soğanları israf etməyəcəm. Belə belini qırıb ətə qatacağam. Ardınca duz, istiot, sarı kök və pul biber əlavə edib qarışdırıram. Əlavə olaraq da üzərinə yarım çay qaşığı biber pastası və yarım çay qaşığı tomat pastası əlavə edirəm və eyni zamanda 3 ədəd yumurta da əlavə edirəm. Gördüyünüz kimi tam gigiyenik şəraitdə qəşəng onun hamısını xışmalayıram ki, məhlulda hər bir şey bir-birinə qəşəngcənə qarışsın və əlimin dadı, duzu da buna keçsin. Köhnə çörəklərdən hazırladığım suxaridən də əlavə edirəm ki, həm doyumcu olsun, həm də nəsə datsın. Və yenidən əlimin ləzzətini gözəlcənə yaşasın, hiss etsin və alsın deyənə bu məhsulu bir də qarışdırıram hamısını qəşəngcənə. Daha sonra başlayıram ona forma verib, ayrıca listə yığmağa hazır vəziyyətə gətirirəm. Beləcənə yağı çox israf etməmək üçün adına sobada bişirməyi hədəfləyirəm və soba listinə az yağ töküb forma verirəm. Kotletləri düzüb göndərirəm bişməyə. Ləzzətli kotletimdən əlavə qalan əti isə qablaşdırıb göndərirəm buzxanaya ki, növbəti dəfə artıq qalan yemək olanda böyür başdan nəşə bişirə bilim. Budur nar kimi kotletlər və gözləmədiyim qədər yaxşı dadır və nəticə budur, göz qabağındadır. Necə deyirlər, bu günü də belə yola verdik.